Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Bizə debat təklif etdiyi və bizim qəbul etdiyimiz halda debatdan qorxub qaçan bu debat fərarisi öz kanalına hardasa çıxış eləyib və hədis inkarçısının əleyhinə ki, ona cavab vermək üçün hansısa kanala çıxıb və götürüb öz kanalında 1 dəqiqə, 2 dəqiqəlik həmin çıxışları paylaşır və bu adamı deməli vəhabilər öyə-öyə çıxardıblar canlı efirə ki, güya çıxıb orada hədis inkarçısına cavab versin və bu adam çıxıb orada nə edir? Həmin o bir hissə ki paylaşıb, o barədə danışmaq istəyirəm. Deməli, bu şəxs çıxır orada birincisi deyir ki, hədis inkarçısı ki deyib, Allah Azze ve Celle Quranda deyir ki, məlum aylar və cəmdə ən azı 3-ə dəlalət edir, 3 aydan söhbət gedir. Bəs siz niyə 1 ay həcc yerinə getirirsiniz? Gör bu da çıxıb orada cavab verir. Çıxır deyir ki, mən 7 ay qabaq həccə gedə bilərəm. Əlbəttə ki, yox. 3 ay qabaqcadan gedirəm və bunu da Peyğəmbər bizə çatdırıb. Sonra Eşad Əmiyə deyir ki, niyə 1 ayda həcc edirsiniz? 3 ay, cəmin azı 3 ayda axı. Bunu da deyim. Ayə deyir ki, fəmən farada fihinnəl həcc. Kim bu aylarda, o aylardan həcca niyyət eləyərsə, mənası budur ki, misal mən hacın dövründən 7 ay qabaq gedib Məkkədə oturum ki, hacca gəlmişəm, düz deyil. Ən az uzağı 3 ay qalmışdan ayə deyir ki, fəmən farada fihinnəl həcc. Kimsə o aylarda hacca niyyət eləyərsə, adamın var ayəni. Yəni budur ki, bu insan özü Manchester şərh eləyir ki, o dövrün necə anlar onu eləməlidir. Bu insan da o dövrdə Allah Rəsulü deyir ki, 3 ay budur. Quran deyir ki, məlum aylardır. Quranda gətirsin görək məlum ay nədir? Yox ki, misal üçün, Eşad Əmiyə ki, hac niyə? Yəni sən gör nə dedin ki orada? O zaten deyir ki, yalan söhbətli Peyğəmbərin çatdırmağa, Quran bizə kifayət eləyir. Yəni bu adama sən çıxıb orada deyirsən ki, Peyğəmbər bizə deyib, o da deyir ki, Peyğəmbər deməyib, də özümüzdən uydurmuşsa o deyilənləri. Yəni sən gör nə danışdın orada? İkincisi özün öz danışdığı başa düşün, heç olmasa nə danışdın? Yəni iddia, onun nəzərində iddia hesab edilən bir şey, onun iddia hesab etdiyi bir şey, yəni hədislər, yəni Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurması, həmin iddianı sən dəlil kimi gətirsən ki, çünki Peyğəmbər deyib. O onsuz da qəbul eləmir. Yəni Peyğəmbərin dediyini qəbul etmir. Deyir, siz özünüzdən uydurmusunuz. Quran kifayət edir də, Quranda məgər nəsə yoxdurmu ki, Peyğəmbər nəsə desin? Allah kifayət etmədimi ki? Yəni sən bilmirsən o nə əqidədə olan bir adamdır. Sonra da özün öz danışdığı başa düşürsən, nə danışırsan? Əlbəttə bunu mən demirəm ha. Bunu sənin kanalda şərh yazanlardan biri yazıb ki, zəhmət olmasa sadə insanların başa düşəcək formada danışın. Və sən də yazmısan ki, məsələn nəyi başa düşmədiniz. İkinci məsələ, deməli, Quran-ı Kərimi üzündən səhv oxuyur. Qabağındakı ekrana baxa-baxa, Yevməl həccil əkbar 3 dənə sözdür də, 3 dənə sözdən ibarət cümləni Yevməl həccil əkbar əvəzinə Yevməl həccil əkbar oxuyur, özü ekrana baxa-baxa. Sonra düzəliş eləyir, təzədən deyir ki, Yevməl həccil əkbar. Məlum ay nədir? Yox ki, misal üçün, Eşad Əmiyə ki, hac niyə bir gündür? Altı Quranda ki, Yevməl həccil əkbar. Altı Quranda ki, Yevməl həccil əkbar. Altı Quranda ki, Yevmül həccil əkbar. Allah Quran deyir ki, Yevmül həccil əkbar. Böyük hac günü. Yəni sən özün üzündən oxuya bilmirsən Quran-ı Kərimi. Necə ki, özün başqalarına irad tutursan, kimsə çaşanda, bir dənə səhv oxuyanda deyirsən ki, nədir? Üzündən düz oxuya bilmirsən. Necə ki, o hədis inkarçısını qoz qabığına salmısan, sən özün də üzündən düz oxuya bilmirsən. Üçüncü nədir? Deyir ki, böyük həcc sözü Quran-ı Kərimdəki keçib, bu ərəfə günü. Allah Quran deyir ki, Yevməl həccil əkbar, böyük hac günü. Böyük hac günü, bir gündür. O da Ərəfat günü olan hacın əsasıdır. Səhv sözdür bu, ərəfə günü deyil. Hədislərdə, rivayətlərdə, təfsirdə hətta 2 gün gəlmiş olsa belə, sən hər ikisini qeyd eləməlisən, 2 nəzəri qeyd eləməlisən. Bu hansı gündür? Binbaz.org saytında, Binbazın saytıdır, bildirilir ki, Əl-cavab, cavab budur ki, Ləkinnə yevməl həccil əkbəri huvə yevmun nəhri. Bu nəhr günüdür, Qurban bayramı günüdür, Zilhiccə ayının 10-cu günüdür. Huvə yevməl həccil əkbar. O, böyük həcc günüdür. Yəni Zilhiccə ayının 10-cu günü. Ərəfə günü Zilhiccə ayının 9-cu günüdür. Həmçində İslam.info saytında deyir ki, Əl-cavabu yevmul həccil əkbəri huvə yevmun nəhri. Böyük həcc günü nəhr günüdür. Və huvəl yevmul aşiru və huvəl yevmul aşiru min şəhri Zilhiccə. Bu Zilhiccə ayının 10-cu günüdür, yəni Qurban bayramı günüdür. Sonra Sünəni İbn Davuddan dəlil gətirir, 1945 rəqəmli rivayətdir və deyir ki, Sahhahu Əl-Əlbani. Bunu Əlbani təsih edib, hədisi səhih hesab edib. Yəni hədisdə gəlib ki, Peyğəmbərə dedilər ki, bugün
Nəhr günüdür. Peyğəmbər də buyurdu ki, "Həzə yevmul haccil akbar." Bu böyük həcc günüdür. Və hədis də səhihdir ki, sənin bundan yəqin ki, xəbərin yoxdur, çıxmısan orada cəmaata nəsə öyrətməyə. Həmçinin bunu Vəhabilərin müftisi olan İbn Hüseymin də deyir ki, bəli, böyük həcc günü Zilhiccə ayının 10-cu günü, yəni Qurban Bayramı günüdür. يوم الحج الأكبر هو يوم العيد كما ثبت ذلك عن النبي صلى الله عليه وآله وسلم. يوم الحج الأكبر، يوم الحج الأكبر هو يوم النحر كما جاء صح ذلك عن النبي صلى الله عليه وسلم يوم النحر. Bu da sizin savadlı hesab edib efirə çıxartdığınız alim. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.